Azərbaycan prezidenti İlham Əliyev regiona sülh gətirir. Ermənistan tərəfi isə Azərbaycanın davamlı olaraq gündəlikdə tutduğu sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addım atmalıdır. Ermənistan hakimiyyəti ölkə konstitusiyasına dəyişiklik məsələsini yubatmamalıdır. Bəs Ermənistan konstitusiyasını dəyişdirməzsə, sülh sazişinin önündə hansısa maneə ola bilərmi? Azərbaycan sülh müqaviləsi imzalamaq üçün Ermənistana iki əsas şərt irəli sürüb. Həmin şərtlər Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Beləliklə, sülh sazişi paraflandı. Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edildi və Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. İndi yekun sülh sazişinin imzalanması özündə yeganə maneə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyanın dəyişdirilməsidir. Birgə bəyannamədə Ermənistan konstitusiyasının dəyişdirilməsi konkret qeyd olunmasa da fərqli formada öz əksini tapır. Yəni, yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməsi üçün rəsmi İrəvan bəyannaməyə imza ataraq üzərinə öhdəlik götürmüş oldu. Əks təqdirdə yekun sülh sazişinin imzalanması mümkün deyil. Bu prosesi Ermənistan uzatmamalıdır. Çünki bir tərəfdən Azərbaycanın tələbi hələ qüvvədədir. Digər tərəfdən prosesi əgər uzatmağa başlayarlarsa, birbaşa Donald Trumpın qəzəbinə tuş gələrlər. Bu da Ermənistan üçün beynəlxalq izolyasiyanı gücləndirə bilər, sanksiyalar tətbiq oluna bilər və Amerika Birləşmiş Ştatları birbaşa Ermənistanın prosesi yubatması ilə bağlı tədbirlər görəcəkdir. Yəni burada həm Amerika Birləşmiş Ştatları və şəxsən Donald Trumpın qarşısında Ermənistanın məsuliyyəti vardır. Azərbaycanın yekun sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi bu ölkənin daxili işlərinə qarışmaq yox, bölgədə davamlı sülhün əldə edilməsi məqsədi daşıyır. Vaşinqtonda konstitusiyanın dəyişdirilməsi öhdəliyinə götürən Ermənistanın yekun sülh sazişi üçün yeganə yolu Azərbaycanın bu tələbini icra etməkdir. Ermənistan öz ev tapşırığını yerinə yetirməli, referendum keçirməlidir, konstitusiyanı dəyişməlidir və hüquqi zəmində Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Niyə bu məsələni Azərbaycan israrla, təkidlə tələb eləyir? Çünki Ermənistanın müstəqillik bəyannaməsində göstərilir ki, Qarabağla Ermənistan birləşdirilmişdir və Konstitusiyanın preambulu hissəsində müstəqillik haqqında bəyannaməyə istinad vardır və beləliklə hüquqi bağlantı formasında Qarabağın Ermənistana birləşməsi öz əksini tapmışdır. Və bu məsələlər yeni geosiyasi reallıqlara uyğunlaşdırılmalı, tamamilə ləğv edilməli. İrəvan konstitusiya dəyişikliyini nə qədər tez həyata keçirsə, yekun sülh sazişi də bir o qədər tez imzalanacaq və regiona nəhayət davamlı sülh gələcək. Bu, təkcə Cənubi Qafqazı uzun illər inkişafdan geri qoyan problemin tamamilə aradan qaldırılması yox, həm də Ermənistanın inkişafı gələcək mövcudluğu üçün vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan nə qədər tez addımlar atsa, öz xeyrinə olacaq. Əks təqdirdə ilk itirən Ermənistanın özü olacaq. Mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə və Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir. Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə bu birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq.